Salamlayıram hər kəsi. Mən Şəfəq Məmşova, riyaziyyat müəllimi. Bugünkü videoda bərabərsizlik bölməsinə aid olan çox maraqlı bir misal var. Onun həllini vermək istəyirəm. Deməli, bərabərsizliyimiz nə deyir? Deyək şərtində deyir ki, A, B, C birər gerçək say, yəni həqiqi ədədlərdir. Bərabərsizliyin həlli isə, bax bu çoxluqdur. Yəni 2 müsbət sonsuzluq və 0. Bir dənə 0-ın özü. Bizim bərabərsizliyimizdə nə tələb olunur? Deməli, mənfi olan yer, bir də x ox üzərindəki nöqtələr. Gördüğünüz gibi budur. İndi bunun həlini eləmək üçün bizdən soruşur A üstə gəl, B üstə gəl, C cəmi neçədir onu soruşur bizdən. A üstə gəl, B üstə gəl, C-ni tapmaq üçün biz həllər çoxluğundan istifadə edəcəyik. Təbii ki, bunu gəlin ədəd ox üzərində təsvir edək. Təsvir etməmişdən qabaq burada bir mənfi var. Gəlin bunu çıxardım qarşıya. Bərabərsizliyimiz bu şəkildə olacaq. X çıxılsın 4'ün vurulsun. X üstü 4 plus A x kubu minus B x kvadratı plus C kiçik bərabər 0. Bu bərabərsizliyimizin həllər çoxluğu deyir ki, 2 müsbət sonsuzluq, yəni 2-dən sonra hər yerdə mənfidir. Bir də təkcə 0-ın özü. Təkcə 0-ın özü o deməkdir ki, yəni 0-ın ətrafında mənfi ədəd yoxdur. Yəni 0-ın ətrafında nədir? Ancaq müsbətlərdir. İndi burada gördüğünüz kimi ədəd ox üzərində bizim nəyimiz verilir həmişə? Funksiyamızın sıfırları qeyd olunur. Amma burada gördüğünüz kimi, bax burada, bax həllər çoxluğunda sıfırların hamısı görünürmü? Xeyr. Niye? Çünkü burada x çıxılsın 4'te 0 daxı. Çünkü x, daha doğrusu x bərabər 4. Çünkü x çıxılsın 4 bərabər 0 olanda x bərabər 4 olur. Deməli, ədəd ox üzərində 4 hökmən qeyd olunmalıdır. Və biz burada qeyd edirik 4'ü. Amma gördüğünüz kimi 4'ün ətrafındakı işarə heç dəyişmir. Yəni 4'ün hər tərəfində işarə nədir? Ancaq mənfidir. Çünki bizdə mənfi həllər deyir də burada gördüğünüz kimi. Buradan belə çıxır ki, bizdə x bərabər 0 da cüt sayda vuruqdur, köktür. X bərabər 4 də cüt sayda köktür. İndi neçə olacaq? Hərəsindən cüt sayda, yəni 2 dənədirmi, 4 dənədirmi, 6 dənədirmi? Baxacağıq ona. Deməli, burada x-i, mən x üstü 4'ə vuranda neçə olur? X üstü 5. Belə çıxır ki, vuruqların sayı ən çox 5 olacaq. Onda belə çıxır ki, x bərabər 0 da 2 dənədir. Yəni, vuruğumuzun biri x çıxılsın 0'ın kvadratıdır. Qabaqda mənfi vardı, mənfini unutmuruq heç. Bir də x çıxılsın 4'dən 2 dənədir. X çıxılsın 4'dən 2 dənədir. Bir də təbii ki, x çıxılsın 2'nin özüdür. Bərabərsizlik bu şəkildə olmalıdır. İndi gəlin baxaq. Buradan mən bunun birini ayırım. Çünki burada biri vardı zaten. Mənfi ilə bir yerdə. Mənfi x çıxılsın 4'ü mən birini ayırıram. Nə alacağım buradan? X kvadratı qalacaq. X çıx 4'ün biri qalacaq. Bir də x çıxılsın 2 qalacaq. Kiçik bərabər 0. İndi bax bundan bunu müqayisə edəyəm. Gəlin görsün, bax burada belə çıxır, bax bunların hasili bizə nəyi verməlidir? Bu ifadəni verməlidir. Gəlin bunu vuraq açaq. Deməli, x kvadratı, x çıx 4, x çıx 2. Vuraq açaq, bunu görə nə alır? X kvadratı vurulsun. X kvadratı çıxılsın 6x plus 8. X kvadratında vuraq açaq, x üstü 4 minus 6x kubu plus 8x kvadratı. Təbii ki, bu da bax bu ifadəyə bərabər olmalıdır. Nəyə? Bərabər olmalı qarşısına yazıram. X üstü 4 plus ax kubu minus bx kvadratı plus c'ye bərabər olmalıdır. İndi gəl müqayisə edirik. Burada ax kubunun əmsalıdır. Burada x kubunun əmsalı mənfi 6'dır. Belə çıxır ki, a mənfi 6'dır. Burada x kvadratının əmsalı mənfi b'dir. Burada x kvadratının əmsalı müsbət 8'dir. Onda belə çıxır ki, b mənfi 8'dir. Burada c sərbəsəddir. Burada ise sərbəsəd yoxdur. Onda belə çıxır c 0'dır. Bizə deyir a üstə gəl, b üstə gəl c. Yəni mənfi 6 üstə gələk mənfi 8. Bir də 0. Bu da gördüğünüz gibi mənfi 14 olacaq. Cavabımız mənfi 14 A variantı.